Selam dostlar. Bildiğiniz gibi son zamanda yine de Pezeşkiyan ve onun pozisyonu İran çapında ve hususen Azerbaycan konusunda bir tür meydana gelmiş bir durumdadır. Ve ne yazık ki geçen 2 yıl tecrübeden sonra Azerbaycan aktivistleri içinde bir kesim Pezeşkiyan taraftarı kimi ve güya Pezeşkiyan Azerbaycanın geleceği için çok büyük bir işler görecektir diye inanç içindədirlər. Pezeşkiyandan değerlendirmemiz o evvel günlerde ki bir neçə danışığım var. Orada Pezeşkiyanın siyaset konusuna çevrilmesi ve Cumhurbaşkanlığı kandidası olması bir tür Azerbaycanla əlaqə və ilgilənir ve Türk xalqının hukuksuzluğu əzilmiş bir durumu ve Azerbaycan gün geçtikçe hem iktisadi hem siyasi ve hem kültürel açıdan geriləməsi söz konumuza çevriləndə bir daha Pezeşkiyanın adı, pozisyonu ve etkiləşməsi bu geçen 2 yıl hakimiyyətdə olduğunda gözden geçirilmesi lazım gelir. Herkesin bildiği kimi Pezeşkiyan Cumhurbaşkanlığı kandidi seçiləndə İran İslam Cumhuriyet tarafından bir sevinci Azerbaycan'a yayılmıştı. Bu sevincin de esası Pezeşkiyanın bir samimi, əqligera, bir de Türk hüviyyətini, dilini danmayan birisi kimi değerlendirilmiş ve ona Azerbaycan'da bir müsbət pozisyon kazandırmıştır ki o müsbət pozisyon nəticəsi Azerbaycan'dan Pezeşkiyana Cumhurbaşkanlığı seçiminde səslər və rəylərin verilməsiydi ki onun ve elbette İran'da ümumiyyətdə islahatçılara səsiyle beraber Pezeşkiyan üstün rəy getməklə Cumhurbaşkanlığı seçildi ve o ilk günlerde Türk olmasından, Türk dilinin ədəbi əsərlərindən şiirlər oxuması birçok ona ses kazandırmıştı. Hem Türk toplumunda ve hem qeyri-Fars toplumunda, eyni halda Fars toplumundan da islahatçı kesim Pezeşkiyana ses vermişti. Seçim ərəfəsi hər dəfə olması kimi şəraitin bizə azadlığında Türk aktivistləri Azerbaycanda Pezeşkiyanın kandid olma ve onun kandidliğini təbliğ etmə ərəfəsində Türk elementlərinin təbliğ etmə, şeirlərinin, musiqilərinin, şuarlarının meydana çıxartması xalqımızda xüsusilə aktivistlər arasında bir türlü ümitler doğrultmuştu ki Pezeşkiyanın hakimiyyətə gəlməsi ilə hər halda ən azı bizim aktivistlerimiz Azerbaycan'da biraz rahatta ve sakinlikte yaşayacaklar ve onlara karşı baskı ve sıkıntı az olacaktır. Ama zaman geçtikçe baktığımızda ve gördüğümüzde hem Pezeşkiyanın dili ümumiyyətdə dəyişildi. Əl-Arxuzaya diqqət eləsəz, bir dəfə Şəhriyarın şeirlərini oxuyanda 2-ci beytində ya 3-cü beytində idi ki, məmurların biri gəlir qulağına deyir ki, burada türkçe bilmirlər ya türkçe oxuma. O demiş ki, nədir ki 2-3 tane şeir oxuyuruq da ondan sonra ya diqqət eləsəz, yavaş-yavaş bu şeir oxumaları, türk dilində şeir demələri azalır ve ümumiyyətdə bitir ve son ildə nə Pezeşkiyandan, türk dilindən, türk şeirindən ve türk xalqının istəklərindən bir xəbər yoxdur. Hətta 2 yıl hakimiyyətdə olmağına baxmayaraq Urmu gölünün qurtulmasından, ora su gəlib axmasından və Urmu gölünün yaşamın geri dönməsindən heç bir siyasət, eyləm və əməl Pezeşkiyan tərəfindən meydana gəlməmişdir. Yani Pezeşkiyana baktığımızda geçen 2 yılda Azerbaycan için bir iş görülmemiştir. Pezeşkiyana pozitif yön saydığımızda o ilk günlerde ələlxüsus mənim bir özel de danışığım var onun hakkında. Pezeşkiyan seçimlerden qabaq, sonra Pezeşkiyan seçiləndən sonranı araştırmamız lazımdır. Orada Pezeşkiyan seçilmeden qabaq pozitif yönlərində bu Türk dilinə əhəmiyyət vermə və ya mesela Türk olmasından, İranda Türklüyün bir gerçək olmasını dilə gətirmə və o Türklüyün tabusunu sındırmada pozitif rolu vardı. O zaman ben danışmıştım ki Pezeşkiyanın bu siyaset değildir. Yani Türklüyə diqqət çəkməsi seçim ərəfəsində də əlbəttə daha çox oradan səs gətirmə və rəy gətirmə məsələsi idi. Eyni halda Pezeşkiyanın elə şəxsi varlığı da o ki vardır budur. Yəni Pezeşkiyan Türk olması və Türk dilinə nə diqqət çəkib çəkməsi bir siyaset değildir. Bəlkə özü necə edir deyə o cür göstərilirdi. İndi baxdığımızda ələlxüsus o son dəfə ki ona
təzəkkür verdilər və uyarıda bulundular ki, türk oxuması dayandırılmalıdır. Ondan sonra biz Pezeşkiyanda elə bir elementlər görmürük. Yəni bu nə göstərir? Pezeşkiyanın türklük və türk dilinin əhəmiyyəti və xalqımızın hüquq, ana dili hüququ cəhətindən heç bir iradəyə, heç bir proqrama, heç bir plana bağlılığı yoxdur. Yəni yavaş-yavaş hətta özü belə şəxsi alanda özünü sansur eləməyə çalışır. Yəni öz gerçək varlığı nədir deyə onu göstərməyə belə təşəbbüs edə bilmir. Hətta zaman keçdikcə baxırıq görür ki, Pezeşkiyan o səmimiyyət və sədaqət ki, Pezeşkiyandan tanınırdı, əqli gəralıq ki, ondan tanınırdı. Hətta onlar da belə keçən ildə sual altına getmişdir. Məsələn, birinci dəfə Müçtəba Xamne ilə görüşmə xəbəri yayılanda görüşmüşəm demişdir. Halbuki sonra bəlli oldu ki, heç bir belə bir görüş onunla Müçtəba arasında olmuyor. Son dəfə, yəni bir neçə gün bundan qabaq ki, Müçtəba ilə 6-7 saat bərabər görüşüblər deyə xəbərin getdi və onun haqqında danışdı. Amma hökumətin öz qanatları deyirlər ki, o görüş 2 saat ya 2 saat yarım olmuşdur. 6-7 saat deyil. Yəni hər ikisində də yalan doğrultusunda eylemlər Pezeşkiyan tərəfindən gözə çarpır və hətta Pezeşkiyanın baxış açısından ya baxış pəncərəsi ilə o usulgəraların, mühafizəkarların fərqli düşüncələri son ildə, yəni ikinci ildə bir ildir tamamən itmiş bir durumda və gözdən qaçmış bir durumdadır. Yəni demək olar ki, Pezeşkiyan bu savaş, yəni 13 günlük savaş başlanandan sonra tamamilə Sipahi Pasdaran nə deyirsə, ələlxüsus Vizarəti İttilaatın tələbi nə deyirsə, Pezeşkiyan onu yerinə gətirməkdədir. Yəni Pezeşkiyan siyasət, plan, proqram, eyləm adı gələndə nə Azərbaycan və nə türk dilinə heç bir eyləmdə, əməldə və plan və proqramda bulunmamış bir durumdadır. Belə bir vəziyyətdə Pezeşkiyandan Azərbaycana və Azərbaycan aktivistlərinə gəldiyində qalan irs Azərbaycanın bir kəsim aktivistlərini hökumətin bir qanatının altına çəkməkdən sonra bir şey deyildir. Yəni Pezeşkiyan baxmayaraq ki, hökumətin silah tələb qanatıdır, amma hökumətin qanatının biridir. Yəni hökumətin ümumiyyətdə silah tələb cinahının ya silah tələb kəsiminin öz qanatına alan şəxsiyyətinin lideridir. Amma elə bir lideridir ki, özündən və fikrindən iradə qoyub plan və proqrama siyasətdə çevirməyən bir liderdir. Yəni daha çox müti bir Cumhurbaşkanıdır. Hətta deyərəm ki, İran İslam Cumhuriyyətinin Cumhurbaşkanlarını nəzərdə alırsaq, ən müti Cumhurbaşkanı vilayət fəqihə qarşı Məsud Pezeşkiyanın adını gətirmək olur. Və hətta öz fikir və düşüncəsi və baxış pəncərəsinə baxdığımızda heç bir iradə və heç bir plan və bərnamə ki, onun öz istəklərini və tələblərini və düşüncələrini meydana gətirib siyasət meydanında plan və proqrama çevirsin, heç bir əsər görünməyən bir şəxsiyyətdir. Yəni keçən 2 ilə baxdığımızda Pezeşkiyanın iqtidar yanında olduğu zamanda yalnız bir əsər görünür. Azərbaycanın milli hərəkatının bir kəsim aktivistləri, hətta deyirəm daha çox insanlarımız ona inanaraq hökumətin qanatının altına girmiş bir durumdadılar. Bu qanat altına yürütmə Azərbaycan hərəkatını çox ciddi bir negativ etki və təsiri bu hərəkat üçün olması gələcəkdə hər kəsə aydındır. Əvvəla onlar ki, Pezeşkiyana inandılar və Pezeşkiyanın qanatının altına girib və o vasitələ İran İslam Cumhuriyyətinin hakimiyyətinin bir bölümünə çevirdilər. Bilməliydilər və ya bilməlidirlər ki, Pezeşkiyan vilayət fəqihin sözündən çıxarı bir şəxsiyyət deyildir. Yəni bizimkilərin bəziləri Pezeşkiyana inanırlar. Pezeşkiyan da vilayət fəqih və Müçtəbaya inanır və ondan qabaq onun atasına inanırdı. Əməldə yəni bizim bu Pezeşkiyanın qanadının altına girən və İran İslam Cumhuriyyəti İslahiyyatçı qanadının altına girən ümumiyyətdə və sonucda vəli fəqihin fərmanlarının altında yürüməlidirlər. Yəni Azərbaycanda milli hərəkatı İran İslam Cumhuriyyətinin müqəddəratına bağlıdırlar. Yəni İran İslam Cumhuriyyətinin başına nə gəlirsə, onun qanatları altında olan cərəyanların da başına eyni şey gələcəkdir. Vəziyyət ki gedir, bu bəlirsiz vəziyyət ciddi bir siyasi çalxantı içindədir İran. Bu çalxantı İran rejiminin hətta yıxılmasına qədər gedə bilir. Əgərsə bu
gedişat İran rejiminin yıxılmasına səbəb olur. Bu rejimin qanadının altında olan hər kəs və ya hər hərəkət elə o Cumhuri İslami kimin xalq tərəfindən əzilib üstündən keçəcəkdir. O cəhətdən Azərbaycanda gedən türklərin milli demokratik hərəkatı həm elə Azərbaycan çapında və həm ümumiyyətlə İran çapında özünü İran İslam Cumhuriyyətinin islahatçı kəsiminin qanadının altından çıxarıb bir müstəqil şəxsiyyət kimi, siyasi şəxsiyyət kimi İran toplumunda, xüsusən Azərbaycanda bir müxalifət kəsiminə çevrilmiş müstəqil bir siyasi hərəkət və həyat yaşamalıdır. Yəni bu deyişlə Məsud Pezeshkiyanın dosyası Cumhurbaşqanlığı seçimindəki xalqımızın səsin və rəyin də aldı ki, bəlkə Azərbaycan üçün, türk xalq üçün və türk dili üçün bir şeylər görəcəkdir və ya məsələn Urmu gölünün qurtuluşu üçün bir siyasətlər aparacaqdır deyə o siyasətlər sona çatmışdır və bu vasitə ilə Məsud Pezeshkiyanın tarixi siyasət sahəsində həm İranda, həm elə Azərbaycanda sona çatmış bir durumdadır. Elə buna görə də deyirəm ki, o Məsud Pezeshkiyanın Azərbaycana bir xidmət edəcəkdir deyə düşüncəsi və dosyası bugün 2 il Cumhurbaşqanlığı qoltuğunda oturandan sonra bağlanması gərəkir. Həqiqət budur ki, bugün hər kimsə Azərbaycan adına, türk xalqı adına, milli hərəkat adına Pezeshkiyandan ki, güya Azərbaycana bir xidmət edən bir kişi kimi sayılırsa, əməldə hərəkatımızı İran İslam Cumhuriyetinin qanatlarının altına sürükləyir, itələyir. Və bu da hərəkatımızın bir müstəqil müxalifət mövqeyidə durmasına çox böyük ziyan verir və Azərbaycanda və umum İranda türk xalqının milli hərəkatını İran İslam Cumhuriyyətinin qaranlıq gələcəyi ilə qədərdaş edir, həmsərnişin edir. Bundan daha pis və qaranlıq sonuc bir demokratik milli hərəkat üçün ola bilməz. O cəhətdən Məsud Pezeshkiyanın dosyasını milli hərəkatının yanında duran bir şəxsiyyət kimi bu gündən bağlamalıyıq və kənara qoymalıyıq və milli hərəkat və milli şəxsiyyətlərimiz müstəqil müxalifətdə duran bir şəxsiyyətlər kimi və bir hərəkat kimi yollarına davam etməlidirlər. Vaxt qoyub məni dinlədiyiniz üçün çox təşəkkür edirəm.